Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim eləyin. Salam, hər vaxtınız xeyir olsun. Mən Babayev Sədaqət Xəzər rayonu 216 saylı məktəbdə 38 ildir ki, ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Şikayətin nə ilə bağlıdır? Mənim şikayətim məktəbdə mənə ağır təzyiqlər göstərilir. Direktor 8 ay bundan qabaq təyin həvalə olunmuş Çinarə Cəbrailova tərəfindən təzyiqlər göstərilir. Çinarə Cəbrailova mənə bir qrup müəllimi başına yığaraq və vəzifəsindən sui-istifadə edərək mənə qarşı təzyiqlər göstərir. Müəllimləri imza toplayıb təhsil dərsinə getməyə məcbur edir. Ərizə yazmağa mənə qarşı məcbur edir ki, Sədaqət Babayeva qarşı ərizə yaz, onu işdən çıxartın. Məni otağına çağırır, dəfələrlə çağırır, otağına təhqir edir. Ayın 6-sı məni otağına çağırdı və mən otağına gedəndə yenə onun 2-3 nəfər həmin müəllimlərdən otağındaydı və mənə bildirdi ki, sən mənim anama yasına gəlmədiyinə görə mən səni nə olur olsun işdən azad edəcəm və öz xoşundan işdən uzaqlaş. Mən ona iradımı bildirdim və Çinarə Cəbrailova mənə elə bir həddə çatdırdı ki, mənim ürəyim getdi və məni onlar özləri təcil tibbi yardım çağıraraq məni 26 nömrəli xəstəxana, Xəzər rayonunda xəstəxanaya yerləşdirdilər və mənə orada təcili yardım müdaxilə elədi, mənə kömək elədilər. Sizin haqqınızda 2 gün bundan qabaq sosial şəbəkələrdə bəzi çəkilişlər olmuşdu, yayına verilmişdi. Bunun səbəbi nə idi? Nə səbəbə, məsəl üçün sizin haqqınızda çəkilişlər olmuşdu? Onun barədə də bir açıqlama verərdiniz. Bəli, ayın 6-sında Azad Azərbaycan kanalı bunu işıqlandırmışdı, amma orada verən müsahibələrdə göstərilir ki, orada mənim atam 15 il direktoru olub, yəni ki, güya mən atama görə orada o stolda oturmağa görə dava edirəm, hər bir səbəb, yəni başında bu, mən direktor olmaq istəyirəm, yəni ki, bunlar absurd bir şeylərdir. Mən orada yeganə, bəlkə də 3-cü müəlliməm ki, onların məqsədi, ən əsas məqsədi odur ki, mən məktəbdə rüşvət almayan müəlliməm, mən heç bir valideyn bir qəpik pulu almıram, heç vaxt rüşvətə qarşı çıxıram. Onlar və yaxud da ki, mən məktəbdə olan özbaşınalığa, çünki Çinarə Cəbrailova oranı o qədər özəlləşdirib ki, orada elə bil ki, repetitorluq, dərs qalır bir qıraqda, müəllimlər repetitorluqla məşğuldur. Mən bu iradlarımı bildirdiyimə görə Çinarə Cəbrailovaya xoş gəlmir və onun ətrafında olan 5-10 nəfərə xoş gəlmir və ona görə də Çinarə Cəbrailova məni məktəbdən uzaqlaşdırmağa çalışır. Heç bir başqa səbəb tapmadığına, çünki mən bütün etik davranış qaydalarına riayət edirəm, vaxtında işimə gəlirəm. Əgər xəstə olaramsa, yəni qanun çərçivəsində qalıram. Yəni ki, yeganə söz odur ki, mən direktor atamın yerinə göz tikmişəm, atamın yerinə görə dava, amma əslində absurd bir şeydir, mən qətiyyən o söhbətdə yoxam. Çinarə Cəbrailova barədə hansısa bir quruma şikayət eləmisinizmi ki, sizə haqsızlıqlar eləyir? Bəli, Çinarə Cəbrailova haqqında dəfələrlə təhsil idarəsinə, təhsil agentliyinə, təhsil nazirinin özünə teleqramlar vurmuşam dəfələrlə. Vurduğum teleqramlar təhsil idarəsinə orada araşdırmaq üçün gəldir və orada onu nə edirlərsə həmin orada da batır. Bütün demək olar ki, hər bir orqan Çinarə Cəbrailova müdafiəsindədir. Yəni, mənim göstərdiyim nöqsanları həmin idarə görməzdən gəlir. Demək, Çinarə Cəbrailova birinin onu dediyim mənə bildirir ki, sən mənə heç nə eləyə bilməzsin. İstər təhsil naziri, istər agentlik, Eşqin müəllim, istər Nərminə Hüseynova. Bunlar mənim arxamdadır. Sən məndən şikayət eləyirsən, elə bil ki, heç kim səni dinləməyəcək. Mən bugün üzümə tutub yenidən hörmətli prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyev cənablarına, vitse-prezidentimiz həmişə qadınların müdafiəsində olan Mehriban xanım Əliyevaya, Daxili İşlər Nazirliyi Vilayət Eyvazova, ona görə Vilayət Eyvazova bildirirəm ki, çünki xahiş edirəm, mən dəfələrlə müraciət eləsəm də mənim təhlükəsizliyimi Xəzər rayon polis idarəsi görməzdən gəlir, həmişə Çinarə Cəbrailova müdafiə edir, mənim ən vəziyyətdə çağırsam da heç bir müdaxilə etmirlər. Ona görə də hörmətli Vilayət cənablar, mən sizə müraciət edirəm, çox xahiş edirəm. Mənim bugün ağır vəziyyətdə dünənləri məni döyüblər. Çinarə Cəbrailova dünənləri məni
otağına getmədiyimə görə müəllimlər otağına daxil oldu. 5 nəfərə üstümə hücum çəkdilər. Mənim bütün əşyalarımı yerə atıb mənə təhqir elədilər. Sizə təzyiq göstərən müəllimələrin adını zəhmət olmasa çəkin. Demək, İlhamə Veysalova, Çinarə Cəbrayılova, Mehriban Ramazanova, mən telefonumu əlimdən aldılar. Mən məcbur olub telefon bir təhər olan əlindən alıb bir kadrı, Əfsanə adlı müəllimənin üstümə hücumunu kadra yerləşdirdim. Bu da onların xoşuna gəlmədi və mənə hücum çəkib mənim əllərimə, yəni ekspertiz rəyi təyin olunub, mənə təzyiq göstərdilər. Onda yəqin ki, bu təzyiqlər dəfələrlə olub məktəbdə sizə. Bəli, dəfələrlə olur və hər dəfə də 102 xidmətinə müraciət edirsən, 102 xidməti onu ərazi üzrə Xəzər rayon polis idarəsi, 1 nömrəli polis idarəsinə dəfələrlə desələr də, inan hələ bu günəcən görmədim mən ki, məni müdafiə qalxsınlar, ancaq Çinarə Cəbrayılovunu müdafiə edirlər. Yəni ki, mən iradımı bildirəndə niyə belə edirsiniz? Mənə deyirlər ki, sən boş-boş danışırsan. Mən hörmətli Daxili İşlər Nazirimiz, Vilayət müəllim Eyvazova müraciət edib deyirəm, Təhsil Nazirimizə Emir Əmrullayev cənablarına müraciət edib deyirəm ki, çox xahiş edirəm, mən ağır vəziyyətdə işləyirəm, təzyiqlərlə işləyirəm, mənim təhlükəsizliyim təmin olunsun ən əsası və mənim həmin məktəbdə rahat işləməyimə şərait yaradılsın. Hörmətli prezidentimiz, mən Yeni Azərbaycan Partiyası olduğuma görə mən həmişə sizin siyasətinizi dəstəkləyirəm. Siz görməsəz də belə, mən sizin olmadığınız yerdə, həmin bu 216-da sizin göstərdiyiniz nöqsanlara qarşı çıxdığıma görə Çinarə Cəbrayılova, onun ətrafında olanlar və hər də ona həvadarlıq edən təhsil idarəsinin bəzi işçiləri məni işdən çıxartmağa nə imkan varsa ona çalışırlar. Xahiş edirəm, bunun üçün son həddir bu. Artıq mən döyülürəm. Çox xahiş edirəm ki, bunun üçün ölçü götürülsün. Buna son qoyulsun. Təşəkkür edirəm. Siz də sağ olun.